səməni, onun nat kökü, may, umay kökü fərqli coğrafiyalarda var. Və bu arada qeyd edim ki, semen sözü Misirlərdə də arpa düzəldirmişlər və ona da semen deyiblər. Yəni Misirdə də yenə səməni kültürü var. Demək ki, biz bütün bunları müəyyənləşdirdikdə gördük ki, doğum, yenidən doğulma sözü bir səni kültürü ilə bağlıdır, hansı ki, onu biz konkret türk dilində rahat açırıq. Fars dilində su sözü var, Rus dilində var, İngilis dilində var, ərəb dilində var. Yoxdur. Aydındırmı? İndi bunun biz arxeoloji qazıntılarla qarşımıza çıxacağını görəcəyik. Bir Şumer İnnanna heykəli bir qadındır, adı nədir? İnnannadır, əlində su qabı tutur. Bu formada. Bu formada qab tutur. Su İnnanna. Su nənə, səməni. Demək ki, biz bir arxeoloji qazıntıda da səməni sözünün bir İnnanna tarixçasında eni ilə su nənə, su İnnanna formasında olduğunu görürük. Bu kültürün biz daha sonra türk daş nənələrində görürük. Türklərin də daş nənələri əlində bu formada qab tutur. Bu daş nənələrin sayı hesabı yoxdur. Aydındırmı? Demək 1000 ildən, 12.000 ildən üzük günümüzə gələn bir kültür davamlılığını və həmçinin etimoloji dil təhlilləri ilə açıldığını görürük. Yəni dolayısıyla demək ki, bir bu səməni bizim 1000 illərimiz imiş. 1000 illərimiz. Quranda nə deyirdi? Yer üzünü gəz, gör, araşdır. Amma biz nə deyirik? Səməni bizim deyil. Səməni zərdüştlük ilə bağlıdır. Zərdüştlüğün yaşı neçədir? Və biz görürük ki, demək 12.000 ildən üzüb bu günə gələn bir kültür var və bu bahar kültürüdür. Hansı ki, onu da yaradan yaradır və bunu da eyni ilə biz 1000 illərimizi, insanlıq tarixini açanda bunların hər birini aydın görürük. Demək ki, Azərbaycanda bizim o bəzi dindar qardaşlarımız dediyi kimi səməni ləğv eləmiş olsaydıq, şəkərburanı, qoğalı, paxlavanı ləğv eləmiş olsaydıq, nə idi? Demək Göbəkli Təpədəki simvolun izahını verə bilməzdik. Səməni sözünün nə mənaya gəldiyini verə bilməzdik. Çünki bu Hind-Avropa dilində açıla bilməz. Hind-Avropa dilində su sözü vote sözündəndir. Onun da izahını verə bilərəm. Türk dilində bir su kökü var, bir ubbu kökü var. Hansı ki, bulaq, bulud, buxar sözünün köküdür. Suub kökündən sap sözü var və onun tərs kombinasiyasından buz kökü var. O buz kökündə sının tılaşması ilə vat sözü Hind-Avropa dillərində su mənasına çevrilibdir. Vote İngilis dilində, vada Rus dilində və əlaxır. Bu ayrıca danışıla bilər. Yəni əsas məsələ budur ki, Hind-Avropa dilində bu olmadığından onun dilində semya sözü, semen toxum sözü qalsa belə su sözü olmadığından bu açıla bilməz. Demək ki, bu səməni 12.000 ilimizə şahiddir. 12.000 ilimizə. Görən bizim ən yaxşı dindarımız, ən yaxşı millətçimiz, fərqi yoxdur, ən yaxşı siyasətçimiz neçə ilimizə şahid eləyir. Və Quran deyir ki, yer üzünü gəz, gör, araşdır, müşahidə elə. Yox elə demir. Biz bu Qurandan hər şeyi yox eləmə anlayışını nə cür çıxartmışıq, mən bilmirəm.